Aha. Deməli, 7-ci sinif biologiyası birinci yarım il, yəni təzə 7-ci sinif biologiyası birinci yarım il üzrə yekunlaşdırıcı tapşırıqlarla davam edirik. Suallar və izahlarına. Birinci sualımız. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Bitki hüceyrəsi ilə bakteriyanı müqayisə edirik. Qılafın üst qatı hüceyrə divarı adlanır. Deməli, bir dəqiqə. Qılafın üst qatı hüceyrə divarı adlanır. Bu hər ikisindədir. Yəni bunu ortaya yazarıq. Xromosom sərbəst şəkildə sitoplazmada yerləşir. Yəni nüvəsi yoxdur. Bu bakteriyaya aiddir. Zülallar ribosomlarda sintez olunur. Bu hər ikisinə aiddir. İki qat membranlı orqanellərə malikdir. Bu bitki hüceyrəsidir. Mitoxondriyaları hüceyrə səviyyəsində tənəffüs həyata keçirir. Bu da bitkidir. Əlverişli şəraitdə sadə bölünmə yolu ilə çoxalır. Bu bakteriyalara aiddir. Deməli, 4, 5, 2, 6, 1, 3 olacaq. Bu da C variantına uyğun gəlir. Davam edirik ikinci sualımızla. Toxumunda rüşeyin bütövlükdə endospermlə əhatə olunmuşdur. Rüşeyin bütövlükdə endospermlə əhatə olunmuşdur. Bu nə olar? Deməli, buğda deyil, qarğıdalı deyil. Quşəbpəyi də deyil. Düşünürəm ki, bu üç rəng bənövşə olacaq. Deməli, üç rəng bənövşə olacaq. Bəli. Üç rəng bənövşə. Toxumunda endosperm rüşeymi əhatə edir. C variantı doğru cavabdır. Mamırın erkək qametlərindən fərqli olaraq qıcının erkək qametləri yetkin fərdin üzərində yaranır. Xeyr, yəni qıcıda protalın üzərində yaranır. Elə cavab C variantıdır. Mamırda yetkin fərdin üzərində, qıcıda isə protalın üzərində yaranır. Zoğunda yarpaq sayı ilə yarpaq ayalarının sayı bərabər deyil. Yəni, əgər sadədirsə bərabərdir, mürəkkəb yarpaqsa bərabər deyil. Burada mürəkkəb olan B variantında şabalıddır. 5-ci. İnsan qanına qırmızı rəng verən hemoqlobin hansının tərkibinə daxildir? Eritrositlərin, yəni qırmızı qancerlərin tərkibinə daxildir. Şəkildəki orqan hansı orqanlar sisteminə aiddir? Böyrəkdir bu, ifraza sisteminə aiddir B variantı. Davam edirik 7-ci sualla. Aha. Zigot mayalanmış yumurta hüceyrədir. Bəli, spermatozoidin mayalanmasına yaranır. Xeyr, yumurta hüceyrənin mayalanmasına yaranır. Dişi cinsi hüceyrədir. Xeyr, yeni orqanizmə başlanğıc verə bilən hüceyrədir. Bəli, qeyri-cinsi çoxalma prosesinə əmələ gəlir. Xeyr. 1, 4, yəni B variantı doğru cavab. Canlı orqanizmin X ilə işarə olunmuş quruluş səviyyəsini qeyd edin. Hüceyrə, toxuma, orqan, orqanlar sistemi, orqanizm. Yəni X burada orqanlar sistemi olacaq. D variantı doğru cavabdır. 9-cu sual. Çiçəkli bitkilərdə baş verən mayalanma prosesi iki qat mayalanma adlanır. Ona görə ki, mayalanmada 2 hüceyrə yox, 4 hüceyrə iştirak edir. Yumurta hüceyrə 2 spermi ilə mayalanır, xeyr. Mərkəzi hüceyrə 2 spermi ilə mayalanır, xeyr. Həm yumurta hüceyrə, həm də mərkəzi hüceyrə mayalanır, bu doğrudur. Spermatozoidlərdən biri yumurta hüceyrəni, bu yanlışdır, çünki onlarda spermatozoid olmur. Gregor Mendel ilk dəfə irsiyyət haqqındakı təsəvvürlərin inkişafında mühüm rol oynamış genetika elminin əsasını qoyub. C variantı doğru cavabdır. Toxumun hansı hissəsindən zoğ və yarpaq inkişaf edir? Bu rüşen tumurcuğudur. Rüşen tumurcuğu deməli burada 4 ləpələrdir, 5 qabıqdır, 3 kökçükdür, 2 gövdəcikdir, 1 tumurcuq. 1 olacaq D variantı. 12. Embriyologiya rüşemin inkişaf proseslərini öyrənir. D variantı doğru cavabdır. Şəkildəki mikroskop altında şəkil ölçüsü 8 mm olan mikroorqanizmin faktiki ölçüsünü hesablayın. Mikrometrlə hesablayın. Deməli 8 mm-dirsə millimetri
mikrometrə çeviririk. Edir 8000 mikrometr. 8 millimetr bərabərdir 8000 mikrometr. Burada mikroskopun böyütmə dərəcəsi 10 vururuq 20-yə bərabərdir 200-dür. Faktiki ölçü bərabərdir şəkil ölçüsü bölünsün mikroskopun böyütmə dərəcəsi. O cəhətdən 8000-i bölərik 200-ə. 200-dən sıfırlar gedəcək. 82-yə böləndə eləyəcək 40. Cavab 40 mikrometr. 14-cü sualımızda gecitkən zoğunda buğum aralarının sayı, yarpaqların sayı. Yarpaqların sayı 12-dir. Bu qarşı-qarşıya düzülüşdür. Deməli, qarşı-qarşıya düzülüşdə bir buğuma 2 yarpaq düşür. Məsələn, n olacaq 12. Buradan n bərabərdir 6. 6 dənə buğumsa buğum arası bir vahid az olur. Yəni x bərabərdir 6. Çıxılsın 1, o da bərabərdir 5 dənə buğum arası. X-imiz 5-ə bərabərdir. 15. Qıcı bitkisinin həyat dövrünün mərhələlərinin sporofit nəsildən başlayaraq ardıcıllığını müəyyən edin. Sporofit nəsil yetkin bitkidir. 3-dən başlayırıq. Yetkin bitkidən sonra deməli sporun cücərməsi, sporun cücərməsindən sonra protalın yaranması, protalın yaranmasından sonra qeyd edim deməli birinci 3-dür. 3-dən sonra əvvəlcə sporun əmələ gəlməsi olmalıdır. İndi sporun əmələ gəlməsi yoxdur deyənə sporun cücərməsi, sonra protalın yaranması, spordan protal yaranır. Sonra protal üzərində qametlər yaranır, 5 yazarıq. Qametlər mayalanır, 2 yazarıq. Ondan sonra zigot, 4. Sonra isə yeni bitki 3 olaraq. Yəni 3 əvvəldə var idi, ona görə 3-ü silirik, elə 4-lə qutarır. Davam edirik 16-cı sualımızla. Kökün üzərində bilavasitə inkişaf edə bilər. Yan kök inkişaf edə bilər. Əlavə kök inkişaf etməz. Generativ tumurcuq inkişaf etməz. Əlavə tumurcuq ola bilər inkişaf etsin. Yəni 1 və 4 olaraq doğru cavabları götürəcək. 17-ci sualımız gövdənin quruluşuna görə bitki qrupları, ağac, kol və ot bitkiləri. Oduncaqlaşmış qısa gövdələri torpaq səthindən çıxanda budaqlanır, çox illikdir. Bu kol bitkilərinə aiddir. Deməli, A bəndi kola. Gövdələri adətən zəif olub oduncaqlaşmır. Bu ota aiddir. Oduncaqlaşmış hündür gövdələri yer səthindən yuxarıda budaqlanır. Çox illikdir. Oduncaqlaşmış hündür gövdələri yer səthindən yuxarıda budaqlanır. Çox illikdir. Bu ağac bitkilərinə aiddir. İrilik, ikililik və çox illik nümayəndələri vardır. Bu ot bitkiləri olar. Yəni kol və ağac bitkiləri adətən bir illik olmurlar. D bəndi doğrudur. 3-ə aiddir. İt burnu moru kimi bitkilər bunlar kol bitkiləridir. Y bəndini də yazarıq kola. Yəni 1-ə C, 2-yə A, Y, 3-ə isə V və D variantları aid ediləcək. Davam edirik 18-lə. Deməli, situasiya verib 18-20 sayılı tapşırıqları bu situasiyaya əsasən müəyyən edəcəyik. Bizə nədir? Müəllim biologiya dərsində şagirdlərin meyvə tipləri barəsindəki bilikləri ümumiləşdirmək və möhkəmləndirmə məqsədi ilə aşağıdakı klasteri və müxtəlif meyvə şəkillərini nümayiş etdirir. Demək, burada biz nömrələri qeyd edərik.
Şirəli meyvələr, sadə meyvələrdən söhbət gedir. Şirəli meyvə və quru meyvə. Şirəli bir toxumlu və çəyirdək meyvədirsə, bir toxumlu çəyirdək meyvəyə bura yəqin ki 5 aid olacaq. Sonra çox toxumlu gilə meyvədirsə burada aid olacaq 10. Sonra bir toxumlu dən meyvədirsə, dən meyvəyə 6 aid olacaq. Toxumca meyvəyədirsə 3 aid olacaq. Fındıq meyvəyə 4 aid olacaq. Sonra çox toxumludursa paxla meyvəyə 2 aiddir. Buynuz meyvəyə 7 aiddir. Qutucuq meyvəyə 8 aiddir. Aha. Bunu müəyyən elədik. İndi düşürük suallarımıza. Görək bizdə suallarda bizdən nə istəyir? Klasterin xanalarına uyğun gələn meyvələrin müvafiq olaraq soldan sağa ardıcılığını müəyyən edin. Bunu müəyyən elədik, qeyd elədik. 19-da deyir, hansı nömrəli meyvələr klasterin heç bir xanasına uyğun gəlmir? Cavabınızı əsaslandırın. Yəni, biri 1 dedik, bu fındıqça meyvədir, orada göstərilməmişdir. Sonra biri 9'dur, bu sadə meyvə deyil, mürəkkəb meyvədir. Həmçinin 11 də sadə meyvə deyil, mürəkkəb meyvədir. Hansı nömrəli bunu dedik? Deməli 20-də. Meyvələrin nömrələri 2, 4, 6 quruluş xüsusiyyətləri. Baxaq 2, 4, 6-da nə göstərilib? 2-də paxla meyvədir, 4-də fındıq meyvədir, 6-da dən meyvədir. Quruluş xüsusiyyətləri deməli paxla meyvədə meyvə yanlığı tacıqlardan ibarətdir. Toxumlar tacıqlardakı yuvalarda yerləşir. Ondan sonra 4-də fındıq meyvədə meyvə yanlığı odunlaşmış və bərkləşmişdir. Toxum onun içərisində sərbəst yerləşir. Dən meyvədə meyvə yanlığı pərdə şəkilli olub, toxum qabığı ilə birləşmişdir və ondan ayrılmış. Davam edirik B variantı ilə. Deməli, B variantı mamır və qıcını müqayisə edirik. Sporlu ali bitkilərə aiddir hər ikisi. Cücərtisi protal adlanır. Bu qıcıdır. Mayalanma suyun iştirakı ilə gedir. Bu hər ikisidir. Həyat dövründə qamitofit nəsil dominantdır, yəni üstündür. Bu mamıra aiddir. Cücərtisi protonema adlanır. Bu da mamıra aiddir. Həyat dövründə sporofit nəsil dominantdır. Bu qıcıya aiddir. Deməli, mamıra aid olanlar biri 4'dür, biri də 5'dir. Yəni 1'ə 4, 5. Hər ikisinə aid olanlar biri 1'dir, biri 3'dür. Deməli 4, 5, sonra 1, 3. Deməli 4, 4, 5, 3'ə 1, 3. C variantı uyğun gəlir. İkinci tapşırığımız. Deməli bitki zoğunda yarpaq sayı n, yarpaq ayalarının sayı da n, deməli sadə yarpaqdır. Bitkini müəyyən edin. Akasiya mürəkkəbdir, noxud mürəkkəbdir, şabalıd mürəkkəbdir, toz ağacı sadədir. D variantı doğru cavab. Fiziologiya. Orqan və orqanlar sisteminin funksiyalarını öyrənir. C variantı doğrudur. Hansı ifadələr doğrudur? Müşahidələr yalnız təbii mühit şəraitində aparıla bilər. Müşahidələr yalnız təbii mühit şəraitində aparıla bilər. Məncə bu doğru deyil. Yalnız duyğu orqanları vasitəsilə aparılan müşahidələrin nəticələri daha etibarlı olur. Xeyr, yəni ölçü cihazları vasitəsilə aparılanlar daha etibarlı olur. İkilər yanlışdır. Bunu 100% bilə bilərik. Yəni ya 3, 4, 5'dir, ya 1, 4, 5'dir. 3'ə baxsaq, müşahidələr laboratoriyada eyni hadisənin sadələşmiş modeli əsasında aparıla bilər. Məncə bu doğrudur. Duyğu orqanları ilə birgə ölçü alət və cihazlarından istifadə etməklə aparılan müşahidələr daha etibarlıdır. Bəli. Eyni müşahidəni aparan və eyni məlumatları tədqiq edən alimlər fərqli nəticələr çıxara bilərlər. Bu da doğrudur. 3, 4, 5 A variantı olacaq sualımızın doğru cavabı.
Davam edirik 5-ci sualla. Deməli, çiçəklər iki qat çiçək yanlıqlı, sadə çiçək yanlıqlı, hermafrodit bir cinsli. Deməli, bunları nə etməliyik? Sırasına hansı nömrəyə uyğun bitki verilməyib? Hə. Deməli, hermafroditə uyğun verilib. Bir cinsli balqabaqda verilib. Yenə, yəni iki qat çiçək yanlıqlı hermafrodit, iki qat çiçək yanlıqlı bir cinsli. Almada hermafroditdir. Məsələn, biz deyə bilərik ki, balqabaqda bir cinslidir. Sadə çiçək yanlıqlı hermafrodit dağlaləsi. Amma sadə çiçək yanlıqlı bir cinsli verilməyib. Səhv eləmirəmsə, burada yalnız 4 olacaq. Sonra 6-cı sual. Yasəmən zoğunda buğum aralarının sayı, yarpaqların sayı. Buğum aralarının sayı n-dirsə, buğumun sayı n üstə gəl 1 olur. Deməli, n üstə gələk 1, buğum, x yarpaq. Yasəmən qarşı-qarşıya düzülüş olduğuna görə 1 buğuma olur 2 yarpaq. Deməli, buradan x bərabərdir. N plus 1 vurulsun 2. Bu da eləyir 2n. Üstə gələk 2. Və yaxud elə n plus 1 vur 2 B variantında verilib. Doğru cavab B variantı olacaq. Yedinci sualımız. Lobya toxumunun hansı hissələri və ya hissələri ziqotdan başlanğıc almır? Burada sadəcə toxum qabığı, yəni 5 nömrəli hissə ziqotdan başlanğıc almır. Canlı orqanizmin X ilə işarə olunmuş quruluş səviyyəsini müəyyən edin. Hüceyrə, toxuma, orqanlar sistemi, orqanizm. C variantı X-ə uyğundur. Toxumu endospermə malik olan 2 ləpəli bitki. Qaymaq çiçəyi deyə bilərik. Çünki dedik ki, qaymaq çiçəyi və üç bənövşədə ehtiyat qida maddələri həm rüşemdə və həm də endospermdə toplanır. 10-cu sualımız. Şəkildəki orqan hansı orqanlar sisteminə aiddir? Ağciyərdə tənəffüs sistemi 11 mikroorqanizmlə tətbiq olunmur. Ekoloji problemlərin həllində ola bilər bu. Tip sahəsində ola bilər. Neftlə çirklənmiş bu da ola bilər. Paleontoloji qidaların, qalıqların radioloji müayinə üsulunda qatıq və pendir istehsalında. Məncə D variantı olacaq. Ya A-dır, ya D-dır. Paleontoloji qalıqların radioloji müayinə üsulunda. Belə bir şey var idi mi? Onu qoy dəqiqləşdirim. Deməli. Digər suala baxaq. Deməli, şəklə əsasən kökün növlərini müəyyən edin. 1 əlavə kökdür, 2 yan kökdür, 3 əsas kökdür. Əlavə, yan, əsas. Y variantı 12-də doğru cavabdır. Deməli, 13-cü sualımızı da deyim. Bakteriyaların hər 20 dəqiqədən bölünməsini nəzərə alaraq X-i hesablayın. Deməli, bölünən bakteriyaların başlanğıc sayı 5-dir. Bölünməyə sərf olunan 2 saatdırsa, deməli 120-ni bölürük 20-yə bərabərdir 6. Buradan da bölünməyə məruz qalan bakteriyalar, deməli, burada əvvəlcə son bakteriya sayını taparıq. Bu olacaq 5 vurulsun 2 üstü 6. Bu da edir 5 vurulsun 64 bərabərdir 320. Və bölünən bakteriya üçün 320-dən 5-i çıxarıq. 320 çıxılsın 5 bərabərdir 315. Sualımızın doğru cavabı 315-dir. Sadəcə 11-i dəqiqləşdirim. Əgər vaxt çatsa, çatmasa qrupa inşallah yazarıq. Deməli,